Deməli, biz keçən dərsimizdə icra hakimiyyəti fəslini bütövlükdə keçdik. İndi gəlirik hakimiyyətlərimizdən sonuncusunun fəslinə, yəni sonuncu hakimiyyətimizdən danışacağıq artıq bu fəsildə. Gördüyünüz kimi məhkəmə hakimiyyəti. Əslində məhkəmə hakimiyyəti fəsli kifayət qədər rahat bir fəsildir. Yəni o qədər də çətin tərəfləri yoxdur. Bir dənə burada 130-cu maddədədir ki, bizə burada xüsusi metod, xüsusi strategiya, belə deyək də, bu kimi şeylər lazım olacaq. Digər maddələr kifayət qədər əslində rahat müddəalardır maddə etibarilə. Baxırıq indi 125-ci maddəmizə məhkəmə hakimiyyətinin həyata keçirilməsi. Biz təbii ki, 7-ci maddədən bilirik ki, bunları da hər hakimiyyətin fəslində ayrıca danışırıq bunlar. Məsələn, qanunvericilikdə dedik ki, qanunvericilik hakimiyyəti Milli Məclisə mənsubdur, Milli Məclis həyata keçirir. Prezidentdə dedik ki, prezidentə mənsubdur icra hakimiyyəti. Burada da elə birinci müddəasından bizə məhkəmə hakimiyyətindən bəhs edib. Deyir ki, məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirir. Buradakı yalnız sözünə fikir verək mütləq, yəni yalnız sözün orada olmasına fikir verək. Bu sanki birinci maddədə dediyim kimi, yəni yalnız sözünün burada olmaması mahiyyətini biraz dəyişir. Sanki başqa bir subyektlər də həyata keçirərmiş kimi təəssürat yaradır. Ona görə də yalnız söz olmalıdır ki, yəni bunu məhkəmələri yalnızlaşdırsın, yəni təkləşdirsin, belə deyək. Yəni kifayət qədər müddəa olaraq aydın bir müddəadır. Məhkəmə hakimiyyətini təbii ki, məhkəmələr həyata keçirir. Sadəcə olaraq ədalət mühakiməsi yolu ilə. Bu da təbii ki, məhkəmənin o yoluna aid olan bir məsələdir, ədalət mühakiməsi. Məhkəmə hakimiyyətini ümumilikdə ad çəkir ki, biz bu adla üçündən tanışıq. Konstitusiya məhkəməsi 95-də tanış olmuşduq. Bu adla Ali məhkəmə, apellyasiya məhkəmələri və deyir ki, digər ümumi ixtisaslaşdırılmış məhkəmələr həyata keçirir. Bunlar kimlərdir? Ümumi məhkəmələr dedikdə rayon şəhər məhkəmələri nəzərdə tutulur. İxtisaslaşdırılmış məhkəmələr dedikdə isə bunlar bir ixtisas üzrə gedən məhkəmələrdir, yəni bir sahə üzrə. Məsələn, ağır cinayətlərdir, tutaq ki, hərbi məhkəmələrdir, bundan başqa deyə bilərik, kommersiya məhkəməsidir, inzibati məhkəməsidir. Baxın, bu məhkəmələr ixtisaslaşdırılmışlardır. Amma ümumi məhkəmələr isə rayon şəhər məhkəmələridir ki, burada Konstitusiyada onlara belə bir ümumi ad verir ki, ümumilikdə baxın, bu məhkəmələr məhkəmə hakimiyyətini həyata keçirirlər. Məhkəmə hakimiyyəti konstitusiya, mülki, cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir. İşlər üzrə bölünmədə bu mülki ola bilər, cinayət ola bilər. Ona görə deyir ki, konstitusiya, mülki, cinayət məhkəmə icraatları var. Bunlar vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr də ola bilər ki, bunlarla həyata keçirilir. Cinayət məhkəmə icraatında baxın, demin baza sualı dəfələrlə qəbula düşüb. Cinayət məhkəmə icraatında kim iştirak eləyir? Azərbaycan Respublikasının prokurorluğu və müdafiə tərəfi. Deyirlər ki, nəyə görə prokurorluq? Çünki bir cinayət oldusa istintaqa aparan orqan prokurorluqdur. Ona görə də istintaq nəticəsində dəlilləri və istintaqın gedişi ilə əlaqədar olaraq sənədləri məhkəməyə də təqdim eləyəcək. Məhkəmədə iddiaçı tərəf kimi çıxış edəcək tərəf məhz prokurorluqdur. Ona görə də cinayət məhkəmə icraatında prokurorluq və müdafiə tərəfi iştirak edir. Çünki prokurorluq iddiadır, iddia qaldırır, istintaq aparıb, o istintaq əsasında iddiasını irəli sürür. Müdafiə tərəfi isə tutulanın özü və yaxud da vəkili varsa, özündən bir yerdə vəkili. Bax bunlar. Ona görə deyir ki, ümumilikdə cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının prokurorluğu və müdafiə tərəfi iştirak edir. Məhkəmə quruluşu, məhkəmənin icraatı qaydası qanunla müəyyən olunur. Bunun 2 dənə açıqlaması var. Birinci məsələ biz deyirik ki, bu Konstitusiyanın bir sanki bizə metodudur, sirridir. Əgər xəbər müəyyən olunur ifadəsindən bitirsə, tamamlıq qanunladır 90% hallar. Təbii ki, Konstitusiya qanunları biz keçə-keçə gəlmişik istisna olmaqla, düzdürmü? Bu belə. İkinci tərəfdən isə yadımıza salırıq, 94-cü maddədə Milli Məclisin müəyyən etdiyi ümumi qaydalarda məhkəmə quruluşu və məhkəmənin icraatı qaydası məhz Milli Məclisin müəyyən etdiyi ümumi qayda idi. Və biz bilirik ki, Milli Məclis müəyyən etdiyi ümumi qaydalarla bağlı nə qəbul edir? Qanun qəbul edir. Ona görə də deyir ki, məhkəmə quruluşu və məhkəmənin icraatı qaydası qanunla müəyyən olunur. 6-cı müddəyə baxırıq. Deyir ki, məhkəmə səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi, fövqəladə məhkəmələrin yaradılması qadağandır. Fövqəladə məhkəmə deyəndə bəziləri nəzərdə tutur ki, bu fövqəladə işlərə baxan məhkəmə. Xeyr, belə bir şey deyil. Fövqəladə məhkəmə işi təcili aparan məhkəmə deməkdir. Yəni belə deyək də, o işıq sürətindən falan, yəni tez bazar lordu ilə necə aparan məhkəmələrdir ki, bu tip məhkəmələrin yaradılması, yəni konkret olaraq qadağan olunubdur. Ola bilməz belə bir şey. Və 7-ci müddəyə deyir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bəli, yəni bu məhkəmədə ümumiyyətcə həqiqət
ən əsas həqiqəti də iş həqiqətin üzərindən çıxılır. Həqiqətin müəyyən edilməsini təmin etməlidir. Gerçək, həqiqət, yəni söhbət bundan gedir də məhkəmənin zaten işi odur ki, həqiqəti müəyyən eləsin. Bu da belə, bu bizim 7-ci müddəamız. Gördüyünüz kimi bu hissələr yəni elə də çox belə deyək də izaha ehtiyac olmayan hissələrdir əslində. 126-ya gəlirik. Hakimliyə namizədlərə aid tələblər. Hakimliyə namizədlərə aid tələblər biraz digər namizədlərdən fərqlənir. Yəni bu, məsəl üçün, Nazirlər Kabinetinin üzvləri olsun, məsələn, nə bilim, deputatlar olsun, onlara münasibətdə biraz çox fərqlənir. Deməli, hakimlərə namizədlərə aid tələblər nələrdir? Seçkilərdə iştirak etmə hüququna malik olan. Şimdi mən demişdim ki, bu hamısında var. Seçkilərdə iştirak etmə hüququna malik olan məsələsi deputatda da var, prezidentdə də var, vitse-prezidentdə də var, baş nazirdə də var. Yəni bu hamısında var. Ali hüquq təhsilli. Bu ayrıdır tamamilə. Çünki belə bir şeylə rastlaşmamışdıq. Deputatda ümumiyyətlə ali təhsil yox idi, digərlərində sadəcə ali təhsil idi. Amma hakim təbii ki, məhkəmədə işləyən adamdır. Bu diş həkimliyini bitirib gəlib hakim işləyə bilməz ki, bunun mütləq ki, ali hüquq təhsili olmalıdır. Və əlavə tələb olaraq da o qoyulub ki, hüquqşünas ixtisası üzrə də 5 ildən artıq işləməlidir. Yaza bilər 5 il işləyən, xeyr. Və yaxud 5 ilə qədər staj olan, nə bilim 5 ilə qədər işləyən, xeyr. 5 ildən artıq, 5 yuxarı nəzərdə tutun. Və vətəndaşdakı təbii ki, aydın bir məsələdir. Prezidentdə də bu vətəndaş məsələsi olmalı idi. Deputatda da belə olmalı idi, vitse-prezident və digərlərində də. Bunun bəzilərinin, yəni bu ikisini bilirik. Bizə əlavə bu ikisidir ki, ali hüquq təhsili və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləmə. Bu ayrıca bir tələb olaraq qoyulmuşdu. İkinci müddəamıza baxırıq. Hakimlər nələr edə bilməzlər? Bu da bəziləri oxşuyur. Yəni, məsəl üçün, biz Nazirlər Kabinetinin üzvlərinə dair tələblər keçmişdik keçən səfər. Oradakına sanki bənzəyir. Biz deyirdik ki, heç bir seçkili üzrsən başqa təyinatlı vəzifə tuta bilməzlər. O, baş nazir idi, yəni Nazirlər Kabinetinin üzvləri də, onun müavini nazirlər. Bu da bənzəyir sanki. Hakimlər də onlar kimi heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər. Yəni, hər hansı bir seçkili vəzifəyə, məsəl üçün, hakim gəlib deputat ola bilməz, bu seçkili vəzifədir. Təyinatlı vəzifə, məsəl üçün, hakim gəlib, tutaq ki, deyirəm, baş prokuror ola bilməz, bu təyinatlı vəzifədir ki, bura gələ bilməz. Buradan istefa verər, gələr, amma eyni zamanda həm hakim ola, həm o işi görə bilməz. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz. Bunu ta deputatdan bilirik ki, bu hər birinə aiddir. Yəni, bunlar bu fəaliyyətlə məşğul ola bilməzlər. Hakimlərdə əlavə olaraq tələb kimi, bax, bu tələb gəlibdir. Siyasi fəaliyyətlə məşğul ola bilməmək və siyasi partiyalara üzv ola bilməmək. Fikir verirsinizsə, heç birində yox idi bu. Nə Nazirlər Kabineti üzvlərində, nə vitse-prezidentdə, nə deputatlarda belə bir şey yox idi ki, zaten deputatların əksəriyyətinin özlərinin partiyaları var. Əksəriyyəti partiya sədrləridir bir çoxları. Məsələn, Razi Nurullayev var, İmişli, səhv eləmirəmsə, İmişli rayon deputatıdır. O, məsəl üçün, Xalq Cəbhəsi partiyanın, AXC yox, Xalq Milli Cəbhə. Milli Cəbhə Partiyasının, məsəl üçün, mən bildiyim qədərilə sədridir Razi Nurullayev. Amma, məsəl üçün, hakimlərdə biz görürük ki, belə bir şey artıq faktiki olaraq yeni gəlibdir. Yəni, deputatlarda falan yox idi. Burada artıq tamam fərqli bir şeydir ki, siyasi fəaliyyətlə məşğul ola bilməzlər və siyasi partiyalara da üzv ola bilməzlər hakimlər. Bu, təkcə hakimlərə aid olan tələbdir. Digər tələb o birindən Bir dənə eynidir. sözünü kəsim Sahib bəy. Bu Bəli, əvvəlki illəri də nəzərdə tutur, yoxsa həmin dövrdə olan? həmin dövr, həmin dövr. Hakim işləyirsə eləyə bilməz bunu. Mhm. Vəzifə maaşı elmi pedaqoji yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa və müazib ala bilməzlər. Bu, deputatlarda da var idi. Yəni, Nazirlər Kabineti üzvlərinə aid tələblərdədir. Burada da eyni qaydada var. Burada, yəni, bir dənə fərqli olan bu siyasi fəaliyyətlə məşğul ola bilməkdir. Qalanları birəbir eynidir. Buna diqqət eləyək. Gəlirik 127-ci maddəmizə. Bildirir ki, hakimlər müstəqildirlər. Bəli, niyə? Çünki biz 8-ci maddədə demişdik ki, Azərbaycan Respublikasının prezidenti məhkəmə hakimiyyəti müstəqilliyinə təminat verir. Düzdürmü? Yəni, bu müstəqil olduğu üçün, hakimiyyət müstəqil olduğu üçün, hakimlər də məhz müstəqildirlər və yalnız Azərbaycan Respublikasının konstitusiyasına, qanunlarına tabedirlər. Məsəl üçün, belə bir testlər ola bilər yanaşmaya uyğun olaraq. Biz bilirik ki, konstitusiyada alidə apellyasiya məhkəmənin hakimlərini Milli Məclis vəzifəyə təyin edir. Təbii ki, prezidentin təqdimatı əsasında. Ona görə yaza bilərlər ki, məsəl üçün, hakimlər müstəqildirlər, yalnız Milli Məclisə tabedirlər. Xeyr. Yadınızda saxlayın, 7-ci maddədə biz dedik ki, bunlar qarşılıqlı fəaliyyət göstərirlər və səlahiyyətləri çərçivəsində müstəqildirlər. Mən orada izah verərkən nə dedim? Dedim ki, yəni heç bir hakimiyyətin heç bir hakimiyyətə qarışacağı yoxdur. Heç kim heç kimə tabe deyil, heç kim heç kimlə
tapşırıq və yaxud da əmr ala bilməz. Yəni konkret bir-birinə tabelikdən söhbət gedə bilməz. Ona görə də hakimlər hər hansı bir hakimiyyətə tabe deyillər. Konkret olaraq nədir? Konstitusiya və qanunlara tabedirlər. Səlahiyyətləri müddətində də keçməzlər. Hakimlər işləri necə baxırlar? Burada bizə açar söz lazım olacaq. Deyir, qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Mən buna qəbahət sözünü deyirəm. Qəbahət. Qəbahətlə yadda qala bilər, məsəl üçün bu söz. Qəbahət, qərəzsiz, ədalətlə, B, T, O hərflərindən birləşməsinə tərəflərin hüquq bərabərliyi, yəni bu şəkildə yadınızda saxlaya bilərsiniz. Qəbahət. Bu belə. Deməli, hakimlər işlərə necə baxası oldu yoldaşlar? Qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə və faktlara əsasən qanuna müvafiq baxırlar. Biraz uzun götürüb, biraz geniş götürübdür. Yəni, diqqətli olaq o sözlərin hamısının olmasına. Üçüncü müddəyə baxıram. Deyir ki, hər hansı bir şəxs tərəfindən hər hansı bir səbəbdən bilavasitə yaxud da dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, həddə və müdaxilə edilməsi yol verilməz. Yəni məhkəmə icraatı gedir, vətəndaşdır, hakimin verdiyi qərarla narazıdır. Məsəl üçün hakimi hədələyir, tutaq ki, və yaxud da hakim danışır, yersiz şəkildə hakimə müdaxilə edir. Belə şeylər yol verilməzdir və təbii ki, bunun müəyyən bir məsuliyyətləri var. Ya ən yüngül halda məhkəmə zalından tərk olunursan, ya da ki, çox belə özünü apara bilməsən, müəyyən qədər məsuliyyətə cəlb oluna bilərsən. Tutqalıq deyilən işlərə cəlb oluna bilərsən. Dördüncü müddəyə baxırıq. Ədalət mühakiməsi deyir, vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Bu müddəyə çox diqqətli olmalı olduğumuz bir müddədir. Çünki bərabərlik hüququnda biz deyirdik ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Burada isə deyirik ki, ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Buraya yaza bilər hamının, nə bilim, buraya yaza bilər hər kəsin. Yəni buna diqqət edək, burada vətəndaşlardır. Ona görə bunu qırmızıya almışam. Burada sırf vətəndaşlardan söhbət gedir. Deyir, ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. 5-ci müddəyə baxırıq. Bütün məhkəmələrdə deyir, işlərin icraatı açıq aparılır. Yəni, işin icraatı açıq o deməkdir ki, məsəl üçün, stajyer hüquqşünasdır, gəlib iştirak edə bilər. Oturur sakitcə bir quraqda baxır. Və yaxud da media subyektləridir, media nümayəndələrdir. Məsəl üçün, kimlər deyək? Media subyektləri, məsələn, Xəzər TV-nin deyək ki, hansısa bir müxbiri falan, məsələn, gəlir orada iştirak edir, çəkiliş apara bilər də, bunlar nəzərdə tutulur, açıq aparılma. Açıq aparılanda onlar da gəlib sakitcə bir qıraqda oturub iştirak edə bilirlər. Amma işə qapalı iclasda baxılmasına yol verilə bilər. Yalnız o halda icazə verilir ki, məhkəmə açıq icraatın dövlət, peşə, kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir. Ümumiyyətlə, məsəl üçün, dövlət sirridir, dövlət, peşə, kommersiya sirridir də, biz məlumatda bunu keçəcəyik. Dövlət sirri, məsəl üçün, məxfi bir məlumatdır və o məlumatlarla ancaq işləməyə buraxılan şəxslər o məlumatla tanış ola bilər və işləyə bilərlər. Amma və lakin yeganə demək olar qurum məhkəmənin hakimləridir ki, məhkəmədir həmçinin. Dövlət sirri ilə tanış olmaq üçün elə də xüsusi bir buraxılışa ehtiyacları yoxdur. Zaten işin içində olduqları üçün, yəni elə bir proseslərə də baxa bildikləri üçün iş gərəyi onlarda icazə yoxdur və onlar o dövlət sirrindən avtomatik orada işə baxarkən tanış ola bilirlər müəyyən qədər və buna görə deyir ki, məhz belə bir hal varsa, yəni iş dövlət sirri ilə bağlı olan işdirsə, baxılan iş, bu halda məhkəmə yəni məhkəmə iclasının qapalı keçirilməsinə qərar verə bilər ki, dövlət sirri yayılmasın, bunun qarşısı alınsın. Və yaxud ikinci bir məsələ də burada var. Vətəndaşların şəxsi və ailə həyatının məxfiliyini qorumaq zərurətinin mövcudluğu müəyyən edilir. Bilirsiniz ki, məsəl üçün məhkəmələrdə şəxsi ailə həyatının təfsilatı xırdalana bilər. Biz məsəl üçün şəxsi toxunulmazlıq hüququnda bunu keçərkən deyirdik ki, qanunla müəyyən olunmuş hallar istisna olmaqla şəxsi və ailə həyatı haqqında məlumatlar idi. Bunlardan danışmışdıq, düzdürmü? Və orada yadınızdaca mən nə dedim? Mən dedim ki, bu qanunla müəyyən olunmuş hallar, misal üçün məhkəmə hallarıdır ki, iş gərəyi artıq məhkəmədə bütün faktlar açılır, tökülür ortaya. Vətəndaşın şəxsi və ailə həyatına bağlı məlumatlar da tanış olunur. Yəni oradakı insanlar bundan istər-istəməz tanış olur. Ola bilər ki, məsəl üçün vətəndaş tanınmış bir insandır, nə bilim tanınmış bir ziyalıdır, nə bilim belə bir tanınmış bir insandır və istəmir ki, öz mənafeyinə zərər gəlsin. O bunun sırf şəxsi və ailə həyatından bağlıdır. Məhkəməyə müraciət edir, xahiş edir ki, yəni qapalı iclasda keçirilsin ki, kənar şəxslər bu barədə məlumat almasınlar. Bu halda yəni məhkəmədə qapalı iclas keçirə bilər. Bunu nəzərdə tutun bizə.
6-cı müddəyə baxırıq deyir, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir. Cinayət işlərinin qiyabi məhkəmə icraatı adından da məlum, yəni cinayətkarın iştirak etmədiyi cinayət işləri nəzərdə tutulur. Bu təbii ki, yol verilmir, amma qanunla nəzərdə tutulmuş hallar deyil istisna olmaqla. Ola bilər ki, siz bilirsiniz ki, məhkəmə icraatı nə vaxt olur? Məsəl üçün, birinci növbədə bu adam tutulurdu. Daha sonra həbsə alınırdı ki, istintaq getsin. İstintaq getdiyi müddətdə həbsdə idi. Daha sonra hələ yekun olaraq məhkəmə olacaq, düzdürmü? Və hökm veriləcəkdir. O müddətdə məsələn deyək ki, həbsə alındığı müddətdə, həbs qəti imkan tədbiri barəsində tətbiq olunduğu müddətdə içəridə hansısa bir şəxslə məsələn bir atışması oldu, fikir atışması, fikir mübadiləsi oldu. Nə bilim, bir-birlərinin xoşlarına gəlmədilər və o şəxs bunu tutaq ki, soyuq silahla, yəni bıçaqla zərbə endirdi, bunu xəstəxanalıq elədi. Və yaxud da ola bilər ki, içərinin rütubətindən və başqa şeylərdən bədənin immuniteti tab gətirmədi, hansısa bir ağır bir xəstəliyə düçar oldu, nə bilim, böyrək çatışmazlığı kimi və s. və ilə axır. Bu hallarda nə olacaq? Təbii ki, o xəstəxanadadır, gəlib iştirak eləyə bilmir. O hallarda, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilə bilər. Ona görə bu şəkildə yazıb ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir. 7-ci müddəyə baxırıq deyir, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Çəkişmə prinsipi nəyə görə? Çünki çəkişmə olmalıdır ki, faktlar olmayan faktlarla, yəni o üzə çıxarılmaq istəmədikləri, çıxarmaq istəmədikləri faktlar da açılsın, ortalığa qoyulsun. Çəkişmə prinsipi, yəni mən deyirəm, sən deyirsən, o deyir və başlayırlar belə-belə də bir-birindən. Bilirsiniz bu çəkişmə prinsipi nədir? O ki, iki tərəfi iki tərəf bir-birindən müzakirəsi olur, fikir mübadiləsi müzakirəsi belə deyək də, dalaşma ərəfəsindədirlər. Artıq bir-birlərini kimsə qıraqdan katalizator eləyir, qızışdırır, artıq müəyyən olunmayan faktlar da ortaya tökülür də. Yəni 5 il, 3 il bundan qabaq kimsə kiməsə nəsə demişdi, neynəmişdi. Müstəntiqlərin onsuz da ona hüququ var da, fiksiya deyirlər. Müstəntiqlərin fiksiya hüququ var. Bəli. Bax, ona görə bu ortamı yaradırlar ki, artıq bütün nə varsa qoy aqressiya, emosiyalara tökülsün. Emosiya nəticəsində o bütün hisslər, bütün o fikirlər, nə söhbətlər olmuşdu, kimsə nəyisə gizli tutmaq istəyirdisə, o da artıq tuta bilməsin, atsın desin də əsəbdən. Yəni emosional cəhətdən yanaşmadır bu artıq. Bax, buna görə də çəkişmə prinsipi əsasında deyir, həyata keçirilir. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Bəli, yəni bizim müdafiə hüququmuz təmin olunur. İstənilən mərhələsində, yəni vəkil vasitəsilə iştirak eləyə bilərik. Hətta biz bilirik ki, qanunla müəyyən olunmuş hallarda hüquqi yardım dövlət hesabına göstərilir ki, bax bunu da ora aid etmək olar. Yəni bu dövlət hesabına da müdafiə hüququmuz təmin oluna bilər. 9-cu müddəamız ədalət mühakiməsi deyir, təqsirsizlik prezumpsiyasına əsaslanır. Təqsirsizlik prezumpsiyasını biz bilirik, 63-cü maddədə keçdik. Nə idi? Deyirdik ki, kimsə məhkəmənin hökmü olmasa cinayətdə təqsirli sayıla bilməz. Yekun olaraq bunu deyirdik və biz bilirik də ümumi şəkildə təqsirsizlik prezumpsiyası nədir? Ədalət mühakiməsi də məhz bu prezumpsiyaya əsaslanır. Gəldik indi məhkəmənin dilinə, hansı dildə aparılır? Məhkəmə icraatı Azərbaycan Respublikasında dövlət dilində aparıla bilər və yaxud da deyir, müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Azərbaycanın elə kəndləri, nə bilim, elə şəhərləri var ki, orada xüsusi əhali yaşayır. Yəni elə bir əhali yaşayır ki, elə bir əhalilər daha doğrusu yaşayır ki, demək olar ki, Azərbaycan dilini yadırğayıblar. Yəni konkret belə deyək də, məsəl üçün, nə bilim, nə dili deyək? Rus dilində danışırlar. Məsələn, Qəbələdə səhv eləmirəmsə bir kənd var. Ancaq ruslardır da orada, yəni ruslar yaşayır. Keçmişdən qalan ruslar falan belə bir şeylər. Bax o yerlər nəzərdə tutulur ki, yəni onlar onsuz da Azərbaycan dilini çox da yaxşı başa düşmürlər və o yerdə artıq bir məhkəmə keçirilirsə, onların başa düşməyi üçün o müvafiq yerin əhalisinin deyir, çoxluq təşkil edən hissəsinin dilində də aparıla bilər və yaxud da bu milliyyət məsələsi də ola bilər, ləzgi məsələsi də ola bilər, çalış məsələsi də ola bilər. Hətta mənim o zonadan Qaxdan səhv eləmirəmsə bir tələbəm var idi. O deyirdi ki, müəllim, burada ucqar yerlərdə bəzi dövlət orqanları var ki, orada hər saat Azərbaycan dilindən istifadə olunur. Sənədləşmədə yox, şifahi şəkildə nəzərdə tutuldu bunu. Bax, bu məsələlərdir. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslər. Aha, yəni, məsəl üçün, deyək ki, məsələn, metis bir vətəndaşdır. Yəni, metis bilirsiniz də, qarışıq. Amma uzun illərdir Rusiyada yaşayır, Azərbaycan dilini yaxşı bilmir. Düzdürmü? Gəlib bura, burada məsəl üçün, nəsə bir məhkəmə çərçivəsində bir işi düşübdür və iş gedir. İşin icraatının dilini bilmir bu. Faktiki olaraq Azərbaycan dili aparılır və Azərbaycan dilini bilmir. O zaman bunun hansı hüquqları var? İşin materialları ilə tam tanış olmaq hüququ var.
Yəni işin bütün o materialları ilə yazılı şəkildə olan o sənədlərlə tanış ola bilər. Məhkəmədə tərcüməçi vasitəsilə iştirak edə bilər. Öz dediklərini rusca deyir, tərcüməçi onu Azərbaycanca məsəl üçün perevod eləyir. Məhkəmədə ana dilində çıxış etmə hüququ da var. Yəni öz ana dilində deyə bilər. Onsuz da tərcüməçi yanındadır, o tərcümə eləyəcək. Bax, bunu nəzərdə tutur ki, və bu şəxslərin də bu hüquqları var ümumilikdə. Gəlirik hakimlərin toxunulmazlığı. Bu biraz prezidentin vəzifədən kənarlaşdırılması məsələsinə bənzəyir bəzi hissələri. Birinci müddəyə ümumilikdə bildirir ki, hakimlər toxunulmazdırlar ki, biz bunu bayaq 126-cı maddədə də dedik, düzdürmü? 127-ci maddədə daha doğrusu. Burada da demişdik. Oradan bilirik ki, hakimlər toxunulmazdırlar və yeri gəlmişkən yadda saxlayaq ki, bir prezident idi, bir də hakimlər idi ki, bunlar toxunulmazdır. Hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər. Baxın, qanunda nəzərdə tutulan qaydada deyir, cəlb oluna bilər. Hakimlərin səlahiyyətlərinə yalnız qanunla nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə də xitam verilə bilər. Sonluq hissəni bir-birindən qarışdırmayaq. Bəzən ikinci, üçüncü müddəaların sonluq hissəsi bir-birindən qarışdırılır. Baxın, burada cəlb olunmadan söhbət gedir. Cəlb olunma məsələsi isə bu deməli nə? Qayda ilə cəlb olunmalıdır və qanunda nəzərdə tutulan qayda bu şəkildə gedir. Üçüncü müddəa isə bizə nə deyir? Deyir ki, xitam verilmə. Xitam verilmə hansı qayda, hansı əsaslar və qaydalar olmalıdır? Xitam verilirsə bir əsas olmalıdır, düzdürmü? Yəni ona görə də burada artıq ikili danışır ki, deyir qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər. Dördüncü müddəa demək olar ki, bildiyimiz bir müddəadır. Yenə deyirəm, sanki prezidentin vəzifədən kənarlaşdırılması çox bəllidir. Deyir ki, hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə prezident Ali Məhkəmənin rəyi əsasında Milli Məclis qarşısında irəli sürə bilər. Prezidentdə biz deyirdik ki, prezident ağır cinayət törətdikdə Konstitusiya Məhkəməsi təşəbbüs irəli sürür, düzdürmü? O zaman nə olurdu? Ali Məhkəmə rəy verirdi yenə yekun olaraq Milli Məclis qarşısında irəli sürürdülər, düzdür? Burada onsuz da bu, belə deyək də, cinayəti törədən hakimin özüdür və bu hakim bir hakimdən söhbət getmir ki, bəlkə bu elə Konstitusiya Məhkəməsinin hakimidir. O zaman şəffaflıq olarmı ki, Konstitusiya Məhkəməsi özü öz hakimini təşəbbüs irəli sürsün ki, bu cinayət işlədibdir. Sizcə belə bir şey ola bilər? Görürsüz, yəni biraz hardasa qərəzsizlik prinsipi pozulur, doğrudur. O baxımdan da biz deyirik ki, ona görə burada hakimlər artıq hakimlərin cinayətlə bağlı vəzifədən kənarlaşdırılmasına söhbət gedirsə, təşəbbüsü irəli sürən hakimin aid olduğu hakimiyyətlərdən biri deyil. Yəni məhkəmə hakimiyyəti deyil, elə prezidentdir. Və bu məsələni belə bir məntiqi metoddan yadda saxlaya bilərsiniz ki, bu prezidentdə də belə idi. Bu məsələlərdə üç hakimiyyətin üçü də iştirak eləməlidir. Burada zaten Ali Məhkəmə iştirak eləyib. Düzdür? Milli Məclis də sonda iştirak edir qanunvericiliyi hakimiyyəti kimi. Deməli bizə bir dənə də icra lazımdır ki, üçü bir yerdə tamamlansın. Ona görə də burada yadda saxlayın ki, burada təşəbbüsü irəli sürən prezidentdir. Məsələn, digərində də eləyək də, düzdür? Konstitusiya Məhkəməsi söhbət prezidentdən gedirdi, ona görə icra hakimiyyəti iştirak eləmirdi. Ona görə təşəbbüsü irəli sürən Konstitusiya Məhkəməsidir, rəy verən Ali Məhkəmə idi və yekun Milli Məclis qarşısında irəli sürürdü. Burada isə onsuz da Ali Məhkəmə iştirak eləyir, daha yəni prezident digər olmalıdır, icra hakimiyyətinə keçməlidir. İki dənə məhkəmə hakimiyyəti iştirak eləyə bilməz. Yenə deyirəm, bəlkə elə bu Konstitusiya Məhkəməsinin hakimidir. O zaman hardasa bir qərəzsizlik pozula bilər. Deyərik ki, necə oldu ki, yəni öz hakiminin də bağlı təşəbbüs irəli sürdü. Hardasa bəlkə qərəzsizliyə yol verir. Aydın oldu, yəni bu şəkildə məntiqi bir metodla yadda saxlayaq və yenə prezidentdə olduğu kimi necə ki, Ali Məhkəmə 30 gün müddətinə rəy verirdi, burada da eyni qaydada Ali Məhkəmə prezidentin sorğusundan sonra 30 gün müddətində həmin rəyi yəni təqdim etməlidir. Bundan danışır.